Yoldaşımın bir dişi narahat idi, ona görə də gəldik Nərmin doktorun yanına. Bəy xoncası almışdım, amma düzəldə verməmişdik. Ən sevdiyim ciyər kababıdır, mənə özəl atı bişirir. Vasif də gəlib, Banuya tort alıb. Bacılarımla, yoldaşımla gedirik Targoviya. Amma burada moça almadan getmək istəmədim, çünki birinci dəfə də sınayacaqdım. Burada oturaq. Yəqin ki, bu onu telafi elədi. Hər kəsə salam, YouTube kanalıma xoş gəlmisiniz. 2026-nın ilk vlogudur ki, paylaşıram. Bütün izləyicilərimin yeni il bayramını təbrik eləyirəm. İnşallah bu il hər kəsə düşərli olar. 2025 mənim üçün nə pis il oldu, nə də yaxşı il oldu. Əslində gözümü açdığım il oldu. Bəzi saxta insanlardan uzaqlaşdım və bunun mənə nə qədər yüngüllük gətirdiyini indi anlayıram. 2025 sizin üçün necə keçdi, bunu yorumlarda mənimlə bölüşün. Hər zaman Nərmin doktordan vloqlarda bəhs edirdim. Bu dəfə canlı siz də görün. Yoldaşımın bir dişi narahat idi, ona görə də gəldik Nərmin doktorun yanına. Keramika qabaq qoyduracaq. Vloqu əslində mən dekabrın axırları çəkmişdim. Prosta toy vloqunu paylaşırdım deyənə bunu saxlamışdım, onu montaj edirdim. Keramika qabağı modelin üstündə hazır vəziyyətdədir. Doktor dişə qapağı bərkitmədən öncə primerka eləyir. Əlləri qızıl doktorumun Instagram səhifəsinə girib baxsaz görərsiniz ki, nə qədər gözəl, möhtəşəm əl işlər var. Çox savadlı doktordur və daim təhsilini inkişaf etdirir. Burada günlərimiz keçirir xanım. Klinikadan çıxandan sonra video çəkmədim. Sonraki gün bacımgilə gedəcəkdik. Ondan sonraki günün vloqunu çəkdim. Bacımgilə gedəndə belə bir aş bişirmişəm, aparacam. Bizdə belə bir adət var ki, ümumiyyətlə bilməm bizdə ya başqa yerdə, yəni qaynanamdan eşitmişdim ki, qız evi bizə çıxdı həftə hamamında, qız evi yemək bişirib aparmalıdır. Aşı mən bastırma eləmişdim axşamdan, toyuğu doğrayıb soğanla bastırma eləmişdim. Yəqin ki, dadı çox yaxşı olacaq. Aş isti qalsın deyənə 2 dənə böyük dəsmala bükmüşəm, üstündən də klokla bağladım ki, ora gedənə qədər isti qalsın. Keçən dəfə bacımın yoldaşı üçün bəy xoncası almışdım, amma düzəldə verməmişdik. Hazır ora getmişkən bunları da hazırlayım, aparım. Dizayn olaraq 2 cür fikirləşmişəm. Yəni Rəhimən özü dedi ki, təkcə bu qutudan olsun, yəni belə bir qutudan istəməmişdi. İndi bilmirəm, 2 formada hazırlayacağam, bəlkə xoşuna gələr. Əvvəlcə belə hazırlayacağam bu formada. Sonra da gəlin qutusu ilə hazırlayacağam. Rəhimən istədiyi bu formaydı. İndi görə gəlinliklə necə olacaq, gəlin qutusundan. Məncə bu formada daha gözəl alındı. Sizcə hansı daha yaxşıdır? Təkcə bəy qutusu ilə olan, yoxsa ki, belə bir gəlin bir bəy olan qutu? Fikirlərinizi rəy bölməsində yazın. Görək hansı daha gözəldir. Gəlmişik bacımgilə, gözəl dolma bişirib. Aşı da elə bildim soyacağım, elə isti qalıb. Üstündən biraz götürmüşük. Bana get babanın yanına, gəl. Git babanın yanına. Firkasını aldım eline, ağzına geldi. Gittim buraya indi babasının gözüne. Gel. Vay 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 vay. Vay vay vay. Neylerim? Vay vay vay. Olmaz. Bunları atalım kapıya. Yok, yapma. Necədir? Bu gün həm də nikah günüdür. Nikahın tarixi toy günündən sonra oldu. Açın. Sən cəfmisən? Dəqiq doğrudansın. Əla, elə biləm hardan salıb. Əla. Burada inanmadı ki, bunu deyirsən bir şey. Nə gözəldir. Kim istəsə zakaz verə bilər. Çox qəşəng.
Burada da gəldim ki, formada düzdüm. Ən çox elə bəyənilən bu oldu. Əgər sifariş eləmək istəsəniz, Miss Chocolate Tobacco səhifəsinə yazıb sifariş edə bilərsiniz. YouTube kanalımdan gələnlərə 30% endirim eləyəcəm. Bu arada kiçik bir xatırlatma da eləyib. Əgər abunə deyilsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Əl çal. Bugünü başa vurduq, gedirik evimizə. Vlogun davamında gedirəm atamgilə Banunun ad gününü qeyd eləməyə. Ən sevdiyim ciyər kababıdır. Mənə özəl atı bişirir. Hər yerdə tapılmır özdə. Burada yox, belə tapılmır. Gəlib qadın ağzından gedib. İsmail şəkilsin. Banu xala ilə oynayırsan? Nə bişirirsən orada? Rəhimə xoş gəlmisən. Banu üçün şallar almışsan. Çox sağ ol. Çok mübarek. Helium şarlarıdır. Büyük kızlardan olsun. Anlı kızlardan olsun. Amin, çox sağ ol. Hələ yanıb qurtarmayıblar. Tez olayım. Arka tutun kılıç. Ad gün mübarək Banu. Banu o şarlan yuxarı. Nətər göt? Necə göt? Gəl. Bişirmək prosesi davam eləyir. Orada da ehtiyat kömür hazırlayıb ki, tükənsə qoysun yeni. Stolun yerini dəyişdik, bu tərəfdə elədik. Banu əmi gör nə alıbsan? Çox sağ ol. Mübarəkdir Banu, mübarək. Skuter. Bilirsən necə işlədilir? Gəl. Bir çəkim. Bunu da Rəhimə verdi hədiyyə olaraq. Bunlar da Elnarə xalası. Çox sağ olsun. Çox qəşəngdir, yaxşı. Beğendim. Rozov detaylıdır. Giyindir görünesi olayım. Güzel pişib qutarır hamısı. Bir dənə pomidorlar qalıbdı, hamısı pişib. Ciyərlər də güzel pişib. Kartofla badımcan. Lülə kebab. Bu da toyuq. Buna da pomidor yığacaq. Vasif də gəlib, Banuya tort alıb. Baxa görün hansı tortdan. Burada Rəhimə kebablar yerləşdirir qablara. Birini yerləşdirib
Ciyərim biri yerə düşüb, indi bir şeyləri atacağım. Görün necə qaça-qaça gələcəklər. Piş piş piş. Yedi vətəndaşı ilə şərik olur. Mesela adam olursa şərik olursa. 4 milyon karşılarında 5 milyon da burada. 95 milyon. Çok pahalısından. En pahalısından. Azerbaycan nefti en keyfiyetlidir. En pahalısıdır. En pahalısıdır, en keyfiyetlisidir. Zina sağ ol. Sağ ol de. Dört kız olsun bana, sağlam kız olsun bana. Şöyle yapsam. Hə, yağda biz bir yerdə fülləyərik. Benim stolda koy hanım. Git hanım. Banu gel. Montajla. Happy birthday to you. Banu bayaqçı paltarını çillədəndən sonra Rəhimə verdiyi paltar geyindim. Məncə çox gözəl qaldı əyninə. Bu arada soyuqlamışam, ona görə də səsim bir təhər çıxır. Neçə gün idi, ona görə də nə səsləndirmə eləyirdim, nə montaj eləyirdim. Hələ indi biraz sağalmaya doğru gedirəm. Videonu çəkəndə, montaj eləyəndə gördüm ki, qısalınır. Ona görə də sonraki vlogu da buna birləşdirirəm. Həftəlik vlog kimi yayımlayacağam. Var. Göstereceğim. Cələn, sağ ol, sağ ol. Sağ ol. Keçdik növbəti günə burada bacılarımla, yoldaşımla gedirik Tarkovya. Burada taksi gözləyirik ki, gəlsin. Banun Ennara xalası. Rəhimə xalası. Ay alacağım. Axırıncı dəfə Tarkovya bir il əvvəl elə yeni il vaxtı gəlmişdim. Güzelim. Geçer çiçeğim. Ben de çektim. Geçer Banu. Güzel kızım. Gelmiş suyuna bir karakolum, bir karakoludur kolları bağlı. Neçədir? Yeni şey. Banuya şaralı. Sağ ol. Qırmızısı yox idi. Sen şöyle. Anladım yani. Hə. Kırmızı orada var mı? Gözleri saklaymışsın ya. Uçur şu göğe bu. Uçur. Uçur göğe. Uçur. Da indiyor. Sürtüyor. Hər il yeni il ərəfəsi, Novruz bayramında domiklərdə nəsə alıb yediyimizə görə bizə bu il maraqlı gəlmədi, çünki dəfələrlə eləmişik ona görə. Hər dəfə də gələndə yolka ilə şəklimiz var. Fikrimizdə yəni yox idi ki, domiklərdə nəsə alaq. Heç nə almaq fikrimiz yox idi, amma buradan moça almadan getmək istəmədim, çünki birinci dəfə də sınayacaqdım. Hanım bubblegum mochi var. Yok. Bu boyda mochi 4 manatdır. İlk dəfə də yeyəcəm, görüm dadı necədir. İçinə dondurma qoyublar, manqolu dondurmadır. Üstüdəki xəmir kimi bir şeydir. Biraz gəzəndən sonra gördük ki, hava soyuqdur, istədik ki, hardasa oturaq, yemək yeyək. Burada oturaq.
İçəri girəndə gördük ki, heç bizim millətdən insanlar yox idi, hamısı turist idi. Yəqin ki, qiymətin çox baha olması idi səbəb. Qiymətlərlə də tanış olandan sonra gördük ki, elə hesablasaq 200 manatdan çox xərc çıxacaqdı. Deyən bağını baxaq görək neçəyədir. 2 nəfərlik set 48.90. Adi balaca pizza, yoxsa orta boy pizza 22 manata oldu. 19 manat. Bu qiymətlərədir. Banu üçün belə bir şirin əlcək gördüm. İstədim ki, elə bunu da alım. Qiyməti 6 manatdır. Böyük olsa da aldım ki, yox, gələn ildə geyinər. Balacası yox idi. Bundan balacası olsaydı alardım. İçəridə oturaq. Gəldik şarma nömrə 1-ə. Buradakı 5-6 nəfərlik olan yerləri bilərəkdən rezerv işarəsi qoyurlar ki, 2-3 nəfərlik gələn insanlar bu boyda yerləri tutmasınlar. Necədir Banu? Belə bir ipi var, bu bilməm bu nə üçündür. Çıxar. Bu nədir? İçi belədir. Əslində bizim fikrimizdə vardı ki, 3 bacı özümüz gedək gəzməyə. Sonradan yoldaşım da bizimlə gəlmək istədi. Rəhimə də sonra yoldaşına zəng vurdu. O da sonradan bizə qoşuldu. Gələndə gedərik. Aksiyat gələr götürəndə desin. Buradakı qiymətlər də lap ucuz deyildi. Şəhərə uyğun, elə Targovaya uyğun qiymətləri idi. Prosta burada bir dənə set var idi, o bizim diqqətimizi çəkdi. 50 manata 4 nəfərlik set var idi burada. Setdə deməli daxil idi bir dənə böyük pizza, 52 sm idi səhv eləmirəmsə, 4 dənə kartof firi, 2 dənə pizza salatı, 4 dənə də soyuq içki. Biz 5 nəfər olduğumuza görə əlavə olaraq da mən bir dənə fusti istədim. Ona görə ki, fustini qızımla bölüşüb içə bilərdim. Amma kola seçsəydim, qızıma kola verə bilməyəcəkdim. Bizim seçdiyimiz menyuda belədir. Ümumi qiyməti də 50 manatdır. Bu da azdır. Götür ye. Qapdan bir dənə də dinəndə versin Banuya. Salatı dedikləri budur. Adi kələm salatı. Kələm turşusudur. Bir də sos qoyublar. Buna deyirlər ki, pizza salat. Dolandırıcılıq. Gəl, yalan sözü. Yəqin ki, bu onu telafi elədi. Hə, bu başqa məsələ. Salatı elə gətirdilər, dedim yəqin. Elə bildim, ac gedəcəyik buradan. Mən də istəyirəm, yox, deyək. Yeməkləri yedik, qurtardıq, hələ artıq da qaldı. Onda qalanı da verdik ki, paketləsinlər. Biz oturduğumuz yerdə mətbəxlə birləşik idi deyənə, orada nə danışırdılar, eşidirdim. Orada bir işçi elə şikayətlənirdi ki, elə narazı idi. Deməli, xəstə durub qızdırmalı halda gəlib burada işləyirdi. Haqlı olaraq da şikayətini dilə gətirirdi. Həqiqətində bəzi müdürlərin insafı, vicdanı yoxdur. Bura qədər də izlədiyiniz üçün çox sağ olun. Əgər abunə deyilsinizsə, lütfən abunə olun. Bol yorumlar yazın. Özünüzə yaxşı baxın. Hələlik. Necə sakit dayanıb.